Mən ölsəm evlənərsən? Ne oldu geldi? Deyirəm ki, mən öləndən sonra sən yeni ailə quracaqsan. Yok. Mən istəyərdim ki, sən yenidən ailə qurub xoşbəxt olasan. Yaxşı. Amma birincisi, məni öz qohumlarınla Sultəpə qəbirstanlığında bastırmırsan. Sen yandıracağım. Ay sol, külümü də səpələyərsən Taskana sahilinə. 100%. İkincisi, nə badə tanışlardan kimdənsə evlənəsən. Narahat olma, sen onu tanımırsan. Nə? Deməli sənin əlində zapas variant var, hə? Başvuru dönüm. Səhər saat 4'de işleyip at başvuru yat da ışığı da söndür. Kimdə o mənim ölümümü güdən sürtü, hə? Heç ki. Ben ölenden sonra sen 5 dəfə ərə get. Mənim o dünyada vecimə də olmayacaq. Heç bu dünyada da mən sənə maraqlı deyiləm. Sənə maraqlıdır sənin dostların, futbolun, bu şax-şax oyunların. Gülküm yuxu gördüm. Yağın yuxuda da o qancığı görürdün, hə? Sən məndən yuxulu vəziyyətdə səhər saat 4'də nə cavab gözləyirsən? Sən elə bilirsən ki, sən məndən ayrılıb və yaxud dul qalıb xoşbəxt olacaqsan, deyə gələ. Mən səni infarktdan 50 yaşında ölən kişilərin statistikasına plus 1 kimi əlavə edeyim, sən də bax. Qurban, söndür işığı. Ged o manda boş qeydinə gəlsin söndürsün.